Herkese salamlar. Deməli qızlar. Pizza yiyəcəyik bugün. Balalarımın ürəyi pizza istəyir. Elə özümüzün ürəyimiz pizza istəyir. Gedirik qəşəng alış-veriş eləməyə pizza üçün. Qəşəng pizza bişirəcəyik. Sizlər üçün də pizza vlogu çəkəcəyik. Ən axırda da ola bilsin Pərişqa ilə biraz gedib ambar vlogu da çəkir. Necə ambar müştərilər sifariş ola bilsin sizlərlə hazırladıq. İndi gedirik marketə. Marketdə də alış-veriş videomuzu çəkəcəm. Gəlin uşaqlar, gəlin. Gəlin getdim. Aycan. Hə, heç nə olmaz, uç olsun. Eva bundan ver, hə. Hə, pizza üçün olar. Elə pizza üçün də məncə. Hə, onu ver. Bir də pizza sosu yoxdur sizdə. Kərim, bura gəl. Orada təşkil edirəm, səsdə qalır. Onu olursa məncə tec yoxdur axı. Bir də xalımda, hə. Yoxdur, bəs eləyər. Məncə eləyər, o çox nazik bax. Elə, tamam, yaxşı, getdik. O gəlib soslara da baxın. Ona bunlarla. Qoy. Axıra seçim eləyərik. Bu da soslar. Soslar, zaplar, neler var mı? Ooo, salça sosu ne? O mən aldığımdan yox. Sən nə axtarırdın? Kasım markanın nəyini axtarırdın? Nə, tomat istəyir ki, keçir. Tomat deyildi, sosuydu hazır. Yoxdur, hə, keçin. Ya Məryəm həyatı boyu yemədiyi şeylər seçir halası. Salça sosu. O salça deyil, o xiyar turşusudur mənim. Bilmirəm, həmişə elədiyimiz kimi eləməyək. Keçib, mayonez qarışdırırıq, nə qarışdırırıq bilmədim, axı mənim yadımda deyil. Dur, haçanla pişirmirik. Bibi, ay bibi. Bibi. Leyla istədi sos tapmadı, bunu götürdü onu. Bibi, Allah bunu Allah. Olar. Allah ne çıkıktı da kelime çıkıyor. Şimdi kızlar, sizce bu pizza alışverişidir yoksa uşaqların alışverişidir siz alın? Pizza Yəni pizzanın heç nə ilə almamış, o bir buna uçan, bir bunu səbətə bir dənə baxın siz alın. Hər gün alırıq ondan. Baxın. Hələ burada da nəsə atıb edir. Yumurta atıb, indirin yumurtasıdır. Bana bakma. O sən yiyəndən deyil, sən onu yemişsən. Sən yiyən o birisidir. Neyse. Bu da xamxamın pizzaları. Neyse. Gəl. Gəldən mayonez götürdüm, qızım. Hazırlanmasını da usta çəkəcəm. Yəni, o sosa təzdən baxın təzdən. Hə, məncə sən diqqətlə baxdın burada, o gün biz gələndə. Babasan üzeri. Leyla sos. Seçir görək nə ola tapacaq mı? O tərəfə baxdım, acı o tərəfə. Bax, o tərəfdə çoxlu soslar var. Deyə orada. Ora baxdım, hə, orada nar şərab. Belə şeylər, soslar var, bu. Bunlar nədir? Bilmirəm, bundan götürmür. Bura nə Bu yazılmış? toyuqlar falan da yeyirlər. Aha. Tapadan yoxdur. Ora baxdım, o tərəfə. Ora qoyun da ora baxarım. Yuxarıda cici bəbədir, nədir? Heç cici vaxtında cici bəbəni izləyə bilməmişik. İnanırsınız, yığmaq üçün yığırıq. Bebeği cici bebek. Hə, məncə orada olmalıdır, burada yox. Bizdə də var olmağından, amma az qalmışdı. Görək. Görürsən? Sən ora bax, bir də orada var. Deyir, orada da var. Amma o da bulyon zad deyir məncə. Bura bax, gör. Deyir, o başa. Bax. Deməli, toyuğun döşətində aldım qızlar. Uşaqlarla çox çətindir çəkiliş eləmək. İnanırsınız, məndən bir başlayırlar, məndən bir qutarırlar. Toyuğun döşətində götürdük. Bir də mazarella pendirinə də baxım. Daha orada dondurma deyir. Xəstə uşaq oxşuyur bu. Nə istəyirsən? Oy, gəlirəm ala. Yaxşı, amma evdə ye. Yaxşı, gəl yanıma, alıram indi. Gəl. Gəl pendir götürsün, mama qayda ala. İndi alır. Gəl yanıma pendir götürək, indi alım, olar? Yok. Şimdi al. Alım da, amma pendir götürək, sonra alım, olar? Ümumiyyətlə burada Leyla istədiyi heç nəyə tapmadı. İstədiyi sosu, hə. Markete getmək biraz qeyri. Bəli.
qatlı pendir koyduk, makaron eləmişdik, qəşəng idi. Bunu götürək, tamam. Səncə füsü dəfərdir, hə? Kalbasamızı götürdük. Kalbasadır, mayonez götürdün, ketçup döşəti. Bunu da götürdük. Füsüdə başqa nəsə Məncə olur? füsü da evdədir, qalan hər Xiyar, şey evdədir. pomidor olmalıdır evdə. Kösə vurmursan. Biber də vurmursan da sən. Yox, vurmursan. Bizə döşətindən bir dənə şey olacaq. Sinədir. Getdik. Gəlməz, bundan yeyirsiniz. Bunu istəyirsən də sən bebeğim. Bunu Niyə? istəyirsən də sən. Yox, şey istəyirsən onu götür. Bax, bu da var Kərim, bunu da yeyirsən sən. Yok sevmiyorum. Seviyorum. Sevirsən götür. Kanka sen gelmişsin alabilirim. Kərim, vallahi sən həmişə bunu yeyirsən. Fındıqlı olandır, şokoladlı üstü. Çox mən iftar. Yox, növ gətiriblər, növ. Sazlara baxsana yerində. Orada bankalar var. Bəlkə ora baxarsan, onda şey göbələkli. Bilmirəm, sən bilərsən onu. Sən bir ora baxarsan, orada bankalar var. Bəlkə orada nəsə. Yoxdur, baxdım. Sırnı necə istəyir, nə bilim. Vurursan, bəni vurursan, niyə etsən? Yox. Kasaya gedirək. Kərimə baxın, orada hal-hazırda fikirləşir ki, ora girim, yoxsa gelməyim. Deməli, çöldə çəkdiyimiz video baxdıqda bulanıq düşübdür. Fərdi dedi, təzdən çəkim, alışverişimizi aldıq. Ən az zərərlə mağazadan çıxmalı bacardı. Bir çox şey qaytarıb burada deyirlər. Bunlar mağaza gələn, ağzına gələn götürür atımlarda çantıya. İndi gedirik pizzanın hazırlıqlarına başlamağa. Hava çox qəşəng idi, adam da çıxmaq istəmirdi. Pizza şeyləri gedik. Pomidorlardan başlayıram qızlar birinci. Pomidorlarını doğruyum. Pizzəmə xiyardır, biberdir, sevmirəm. Biber, ümumiyyətlə şirin biberi mən sevmirəm. Görün, bunu burasını kəsəndə çıxardaram da çıxmadı. Belə halqa doğrayacağım. Bu arada mən Masterchef olmadığım üçün nəsə səhvlərim falan ola bilər. İndi ürəyi açıq xanımlar, yaxşı xanımlar düzdür. Həqiqətən də yorumlarda səhv tutmur, amma bəzilərdə var sırf linçləmək üçün girənlər, feyk açanlar, işin gücün atıb. Baxırsan həmən o feyk açanlar bəzi yorumlarda bizi yıxır sürüyür. Amma bəzi yorumlarda da bizə bir təriflər vurur həmən o feyklər. İnsan baxır, şoka düşür ki, necə olur bu insan burada məni pisləyir, burada mənə yaxşı deyir. Ona görə indidən deyim ki, mən Masterchef deyiləm. Əlimizdən gələn eləyirik sadəcə. Xəmiri də qızlarım, mamam qəşəng düzəldibdir. Yoğrulma hissəsini çəksəydim, onda görə uşaqlarla bir yoğraydı xəmiri. Ona görə yoğrulma hissəsini çəkmədim. Sakitcə elə gizlincə mama xəmiri yoğurdu, qoydu qırağa. Xəmir özünü qəşəng tutdu. İndi kündələrə ayırıb verəcək mənə. Qəşəng bir yerdə pizzamızı eləyəcək. Kündə deyirlər buna, hə? Balaca kündələr eləyir. Dörd dəyə pizza çıxacaq belə başa düşdüm, hə? Tamam. Onun birini sırf toyuqla eləyəcəm qızlar. Yəni kalpasa falan vurmayacağım çünki ata kalpasa yemir. Ona görə sırf toyuqla eləyəcəm onu ata üçün ayrı. Pendirimizə qəşəng yortadan keçirdək. Döşətimizi də qızlar didirəm qəşəng. Özü döşətini bol edəcəm. Çünki birini sırf sadə heç nəsiz etməliyəm, kalpasa sizə etməliyəm. Bu arada qızlar çox dadlıdır yer. Bunu biz bir ara pərişlə, bu sırf qızlar üçündür. Bunu biz bir ara pərişlə, qəşəng xlipsin üzərinə qoyub elə yedik. Hündüşka ətindən. Kamardır hə? Kamar. Hə, hündüşka ətindən də halaldır, çox dadlıdır. Yəni, əgər pizzaya və yaxud da belə yeməyinizə, sendviç kimi və yaxud da tost kimi yeməyinizə istəsəz ala bilərsiniz. Daha da əladır. İndi bunu bitirim qızlar, sosunu falan da hazırlayın. Ondan sonra qoyacaq top gibi pişirik. Görək daha necə çıxacaq. Sən eləyirsən 100% dadlı olacaq.
Sosu sizlə bir yerdə eləyin biləsiniz. Bunun içərisinə adətən sarımsaq tozu da əlavə edirəm. Çünki sarımsağın öz dadı kəskin gəlir, çox adam da sevmir. Sarımsaq tozumuz yoxdur deyə. Bu McDonald's sosudur, mayonezli sarımsaqlı. Tarifine baktın mı? Hə, tarifinə baxmışam. Yəni çox dadlı sosdur, sarımsaqlıdır. Elə onu əlavə eləyəcəm, məncə sarımsaq tozunu əvəz eləyəcək. İçərisinə də indi görəcəksiniz də nələr qatacaq. Deməli qızlar, içərisinə qatacağam mayonez. Çox yerdə qızlar, çox yerdə yox, demək olar hər yerdə. Bu mayonezi, ketçupu qatıb içərisinə bir damcı ədviyyat da qatıb adını qoyurlar özəl sos restoranlarda falan. Yəni bilim qoyurlar burger sosu, dönər sosu. Amma əslində budur. Hamı bunu eləyir. Sonra qızlar ketçup qatacağım. Ketçup həm acısız olandan qatacağım, həm acılı olandan qatacağım. Bu acısız olandır. Qatdıq bundan biraz. Biraz da acılı olandan qatacağım. Acılı ketçuplardan ən sevdiyim bu Pınar'ın markası da çox dadlı ketçupdur. Belə. Becələş. Neredeyse pizza. Pizza həyatım. Tomat da qatacağım qızlar. Maraqlıdır mənim üçün. Bu da tomatımız. Bir dəfə də biz Məryəmin ıslak kek pişirdik, onu pişirdik mamanın. Daha sonra qızlar. Tarifi verir. Çok iyi, çok iyiymiş. Bir damcı çox az ət otu qatıram, baharat olaraq çox az. Ana, Stefana, bir de ne donadır? Bir çilekli kurabiye pişirelim. Şu kavrusunu ben pişirmişim. Baxın qızlar, marketdə bayaq tapmadım mən bunu. Yox idi, amma evimizdə var idi. Alıp son istifadə edəcəm, sosuna qatıram təbii ki. Biraz da üzərinə, bir damcı üzərinə əlavə edəcəm. Əsl pizzanı pizza kimi dadını verən bu ədviyyatdır. Bu ədviyyat mütləqdir. İndi qarışdırırıq. Ama çok adam bunu mayonez ketçuptan başka içine vurmur. Ne yapalım? Zevk ondadır. Hamurumuzda. Onu çok mu pişirersen? Çıkkılı olacak onda pizzalar. Anam hamıyı yesin görü belə. Baxın qızlar, pəş bunu yaxından çək. Baxın belə bir şey alındı, görürsünüz. Belə bir şey alındı. İnanın o qədər qəşəng gəlir. Mən əslində özümün sosum var. Onu inşallah bir dəfə böyük marketdə tapıb Bravo'dan alırdım həmişə pəriş. Taparım, göstərərəm qızlara qədər. O sosu vuranda heç nə ketçup, heç nə lazım deyil də. Yəni o qədər dadlı sosdur ki, sırf pizza üçündür və çox dadlı eləyir pizzanı. İndi onu bu marketdə, balaca marketdə tapa bilmədim. Uşaqla da böyük marketə getmək imkanım yox idi. Özünüz gördünüz də nə huqqalar verirdilər orada. Ona görə belə bu cür elədim. Bu cür də çox dadlı çıxır. Yəni əgər məsələn məcbur deyilsiniz də onu almağa, belə də eləyə bilərsiniz. İnanın ki, çox dadlı olur. Belə sosumuz da hazırdır qızlar. Deməli qızlar, mən pizzanı tutaq ki, atmamışdan öncə qəşəng qabın için yağlayıram. Sonra unlayıram babın içərisini. Niyə? Çünki belə eləyəndə pizzanın altı yapışma bütöv çıxır. Efyum mümür iraq olsun. Yapışmış formada çıxmaz inşallah. Amma hələ ki bugünə qədər elə bir halımız olmuş da belə eləyəndə. Qəşəng yağladıq, unladıq. Götürək kündəmizi yayaq. Sonra eləcəyim bir damcı yağlanaq. Çok. Şimşeye çakır. Mamanın köməkliyi ilə qızlar bir səhər xəmiri yaydım. Görsün. Saydın mı? Sosumuzu tökək yayaq anne. Ne güzel olmuş. Ne güzel olmuş. Sağ olasın. Tamam evlerine sattı. Ben saçımı mı nereye koyacaksın? Uyanma. Korktum. Gəl sən mənim, əlcək tak gəl mamaya köməklə. Kendini sarhoş. Saçım koyacaksın ama o saçın hör geçecek. Saçını yığıb qəşəng əlcəyini tak aşkım. O saçın hörüm ben. Əli dəyən pizza latdatdı. Ben de. Sən əlcəyi hara taxacaq oğlum? Ya bir de dolu yağır. Yani ses işte. İşte sesleri. Bence bunu... Ya bu dolu yağır. Nerede bilmiyorum. Dolu bilmem. Nece yağışlar. Mama nece koyur? Ben şöyle koy. Düzüne koyun. Bəs aşkım, bəs. Bəs eləyib. Şimdi tuzumuzdan tökürüz.
Merak ediyorum ki pizzamız nece olacak. Meryem eləyibsə qəşəngdir. Bir dənə Meryem, bir dənə qızım. Tamam şey. Tamam. İçimiz koyar. Şimdi de ben buraya koyayım. Al bakalım. Gittim yine. Şimdi onu buraya koyayım. Bunlar indi kalbasamam. Qoyunda mən boşluqlar aşkım doldururum ama burada. Dolduralım. Gələcəm döşəkilində də sən. Toyuq götür ama burada. Diyafram beri götürelim. Beğen bir dənə qızım toyuğu düzgün olur. Ha tuzlu ana. Tuzsuz bir soğuk. Tuz falan. Ada var. Hadi. Kızım bak boşluqlara qoyma burada. Bak belə götür boşluqlara. Yo o bütün de cennet. Kərim bacı da birini taxıb oğlum. Ha biri takmışım. Çünkü bir elimden eləyəcəm. Gəl, Kərim də qotabıq. Bir de deneyim. Deneme. Ha, götür. Burada böyle biz anlaşmadık. Biz vətən müharibəsi çıxır. Mənim kərim. Geçen sakin yani durduklarına bakmıyor. Yerleştirenden sonra ne vurdun onu da bildirerdin değil mi? Yerleştirenden sonra vurdum mayonezimi bir damcı üstüne. Bir damcı da bunu herleyeceğim. İşte. Ben vursaydın keşke. O sen vursaydın ketçup yiyecektin. İşte bu kadar. Gelir top yiyelim. İndi birbirini de eləyəcək. Al. Deməli qızlar. Pendirimizi də qəşəng əlavə eləyirəm üzərinə. Demək olar ki artıq pişib. Pendirimizi də əlavə eləyirəm. Koyacağım. Gel aşkım koyacağım pendir eriyecek. Daha tezeden bir Bir tane şey yardımcıdan çıxıb qızlar kolan almaq yardımcıdan çıxıb. Pərşinlə bunu pendirlərin eriyənə qədər qaça gelip kola alıp gələcək. Ana. Yaxşı da nətər qaçacaq bilmirəm. Ana. Hə. İndi birazında düzəldəcəyik pizzanı. Hə. Yes be. Söhbət qızlar kolamızı almağa. Kərimi bir təhər Məni. Kərimi bir təhər evdən maşını. Evdən bir təhər başını qatdı. Amma Məryəm bizə gəldi. O başını qatmadı. Qoyun başını gitsin. Kolamızı alıb qaçaq evə. Bəli bir şey. Qoxusu qədər qəşəng. Bu arada qızlar o içdiyim sirkə var. Ondan yesəm də yandırıcı yəni qorunmur ki peyirsin. Demək kolan aldıq gəldik qızlar. Baxın bir damcı belə yapışın. Dedimdə kütüyə çıxacaq çünki altına un və yağ vurmuşduq. Görsün nə qəşəng oldu. Şöyle pəriş düzündür. Çok tatlıdır, əllərmə sağ. Mən də çox bəyəndim, həqiqətən super çıxıb. Dedim qoy pərişdən də soruşum. Canlı, real. Sevdiyin? Ben eləmişəm də. Bəli, qızım eləyib, ona görə də dadlıdır. Bunların bir kez. Qızlar, xəmiri belə mən vilka ilə bu cür belə deşirəm də, onda içi yaxşı pişir. Xəmiri sosu Məryəm xanım yayacaq. Çünkü anam bir tane yerde istəyirəm. Ben bu maraqlı. Qızım, hər tərəfə yay. Səliqəli şəkildə hər tərəfə yay. Çünkü bu kadar basit. Yani böyle Allah bu kadar basit. Biz artık şu an birinin tadına baktık. Çok tatlı. Birini kütüv yedik, belə deyim, çox qəşəng Şimdi bu idi. sefer tavuklu yedik değil mi? Dörd bir nəfər birini kütüv yemədi, yəni bizdə ailədə adam çoxdur, hamı yedi. Bunu sırf ata üçün eləyirəm, kalpasa vurmayacağım, ancaq... Ana bir an bakın. Ay kötü bir şey. Deyim, məşbaq qaşım tutur. Dedi burada. Fırçam, hə. Buralarda yanaşır. Ay, sağ ol, bax, görsün nə şeylər oldu. Burasını eləməm oldu. Aferin, görsün, bayaqdan baxmırdın eləyirdin, alınmırdın. İndi baxdın elədin, alındı. Buran eləşin. Bu dedi. Fırçanı çevirmeyeyim orada da var. Buran elə həyat. Dedi burada ağırları. Süp, alın düşür. Biledim. Şimdi o bir malzemelere geçirik kızlar. Pendiri hər yerinə yay, hər yerinə. Kendini. Bu sefer elimden ben eliyorum. Ay, sağ ol, hər yerinə vur. Burasına da biraz vur. Meryem otur aşağı aşkım. Dörtçü. Süp, yaxşıdır kızım. Ana. Çok. Şimdi bir tane üstüne tavuk vurduk şov. Deyəcmiş. Tavuk olursa bir daha ben giyerim. Gəl, qırx olasın. Gəlin, toyuğu da üzərə həyat. Gel al. Yine Bax, bunu. boş yerlərə, o ömrüm ancaq boş yerlərə qoy. Bir de bile Hə, koyuyorum. ay, sağ ol, hər ilə hər yerinə qoy, həyat. Bax, mən əl vurmuram özümlə. Gele yolumuz var. Oy Allah, evin kişisi yorulub da deyir, gəl yat. Ne bu? Sənə qurban olum, mən yorulan ürəyinə. Şey dedi. Ama beste yoksa biraz daha koy. Yox, bunu ancaq... Bol elə də, Məryəm, biraz. Aşkım, biraz bol elə, tavuk. Biraz bu. Ha Sənə değil kömək değil. eləyim, Yok ama lazım. eləməyim. Koy eləsin tezliği. Eliyay. Anamın direği sıkılır. O değil. Biraz. Mənə bura biraz bu səhət tavuğa. Sepin. Hı hı, bura. Buralara da səhət aşkım. Buralara da səhət. Ay, sağ ol. Şu tavuklarımızı getireyim. Tavukları pişirmişim. Tavukları pişirmişim. Ni. Gerisi bilmirsən? Yok gerisin bilmir. Bir kırıq hardasa eşit.
Her gün oxuyurum mahnını bu arada aramızda. Her bir de mahnı hakkında deyirəm bu kim mahnısı da. Bol səprik. Bildim ya söhbətimi bağlayacaq. Yeririk. Uşaqların ikisi de ondan mənə oxşur, əli lan. İkisi de mənə oxşur. Dəydin nazar. Bu sənin sözün. Çok qəribə. Hayat olma kardeşim ben nazar. Uşaqlar elə bil diktafon olur yazan. Hər şey yazırlar. Sonra burada mı qaytarırlar? Bekle. Tavukları. O çok gülmedi. Şimdi sırf. Koyak beşe koyak. İşte. Bu da oldu. Sırf toyuqlu. Toyuqlu sırf. Bu da kızlar ata üçün bişirdiyimiz sırf toyuqlu olandı. Çok geçək çıxdı məncə. Ataya nuş olsun. Sabahınız xeyir olsun kızlar. Sabahınız xeyir olsun kızlar. Necəsiz? Dünən o qədər gec yatdıq ki, ambara keçə bilmədik. İndi bir dənə çay içib keçirik ambara Pərişlə. Orada da biraz video çəkəcəm sizlər üçün. Daha sonra sağollaşıb vlogumuzu bugünlük bağlayacağım. Kızlar, neçə vaxt idi vaxtım yox idi. Uşaqlar falan bilirsiniz də xəstələnmişdi, başım qarışmışdı. Həm uşaqları çatdırmaq, həm sifarişləri çatdırmaq. Uşaqlar xəstə olanda çox çətin olur mənə. Dünən girdim, bütün nə qədər yorumlarım var idi, hamısını oxudum. Hər biri bizə cavab yazdım, hər birinizin yorumlarını bəyəndim. Orada baxdım ki, mən həkimə getdiyim vlogda çox xanımlar soruşur ki, həkim sizə orada hansı dərmanı yazdı? Hətta bir xanım yazdı ki, olar xanım, mən rayondayım, əl uşaqlıyam, gələ də bilmirəm. Bir dənə dərmanınızın adını deyin. Zob dərmanımın qızlar adı, yəni normal olaraq bütün zob xəstələri Eltroxid içir, amma onu siz özünüz öz yanınızdan içə bilmərsiniz. Hə, Eltroxid var. Yəni o sizin zobunuzun dərəcəsinə görə, zəhərli olub olmamasına görə, tənbəl zobdurmu, aktiv zobdurmu, nə məsələn hormonlarınız nə qədərdir, sırf ona görə təyin olun. Onu yəni analizsiz, həkimsiz öz yanınızdan qətiyyən yəni çalışmayın ki, içəsiz, çünki düzəltmək yerinə fayda məhv edirsiniz bütün hormonlarınızı qətiyyən. Məsləhət deyil. Analizi verin, fərqi otarda verirsiniz verin. Rayonlarda da zob həkim olur, yəni tək Bakıda deyil ki. Mən onu Bakıda yaşayanlar üçün çəkmişdim ki, yəni Bakıda ən yaxşı həkim odur. Onu qoydum böyle qırağa. Amma kimdə insülin dirənci varsa, hə, bunu məsələn həkimli, həkimsiz istifadə edə bilər. Əvvəl bunu içirdim mən. Dərman vasitəsi deyil, baxın üzərində də yazılır. Dərman vasitəsi deyil. Əvvəl bunu içirdim, Alfa-Xuron 33 manatdır qiyməti. Sonra bədən buna məndə artıq öyrəşdi deyə, yəni insulinimi nizamlamadı bu, amma əvvəl çox qəşəng effekt vermişdi mənə bu. Yəni məndə qızlar insulin dirənci yerində olmayanda nə içirəmsə içim, lap acı belə qalsa maraqlanıram. İndi isə bunu yazıbdı həkim mənə. Bax bunu dəhşət bir şeydir. Yəni çox su içmək belə bu dərmanın sayəsində yaxşı təsir edir, tez arıqlayırsınız. Məsələn, bununla deyək ki, kofe içirsiniz, düzdür. Biri var, kofe ilə ayda atasınız 4 kilo. Əgər insülin direncimiz varsa el atırsınız. Ayda 4 kilodan artıq ata bilirsiniz. Amma bundan insülin direncimiz yerinə düşür. Ayda atırsınız 8 kilo, 10 kilo. Yəni hal-hazırda bunu istifadə edirəm. Amma bunu da ala bilərsiniz, hansını tapsanız ala bilərsiniz. Yəni ikisi də eyni effekt verir, ikisi də gözəl dərman. Sadəcə mən bunu düz 6 ay istifadə eləmişəm. Artıq bədən öyrəşibdi məndə. Buna görə doktor dəyişdi ki, biraz da bundan için. Kızlar, ambara gəldik, çıxdıq. Müştərilərin sifarişlərini hazırladıq. Çox çəkiliş eləyə bilmədim, vaxt az idi. Elə belə sizə bu qaşıq stentimizi çəkmək istəyirəm ki, müəyyən yenilənən məhsullar var. Məsələn, bu həm su qabıdır, həm dekordur, əlavə olunubdur. Belə zajemlər əlavə olunub qaşıq sifarişimizə. Bu minnoş əl kremlərindən var idi, yenə stokları yenilənib. Belə bir highlighterlər əlavə olunubdur, artıq bitir demək olar. Daraq çeşidlərimiz yenilənib. Görün necə gözəl daraq çeşidlərimiz gəlibdir. Yəni bunlar detiski deyil də, qızlar, böyük kiçik fərqi yoxdur. Hər kəs istifadə edə bilər. Sonra belə zajem çeşidlərimiz gəlibdir, çox qəşəngdir. Bu tip daraq çeşidlərimiz gəlibdir, çantalıq. Baxın belə, daha sonra belə bir qol altı qubqaları gəlib, hansı ki bunları rəngli məsələn geyimlərdə tər bilinməsin deyə geyimin altına yerləşdirirsiniz. Qətiyyən tər bilindirmir. Daha sonra belə daraq çeşidlərimiz gəlibdir. Baxın bu tipli daraq çeşidimiz gəlibdir. Görün necə gözəldir. Bunu Məryəm aparıram Pərvin. Məryəm bundan yoxdur. Bunu Məryəm aparıram. Sonra belə daraq çeşidimiz gəlibdir. Belə bunun pəmbəsi var. Yoxsa elə orətdədir. Daha sonra burada baxın belə eynək setlərimiz var. Az yaşlılarımız üçün qaşıq yığdıranda. Sonra arxada elə eynək setimiz var. Bunlar heç sürpriz oyuncaqlarımızdır. Ən çox kutularda bəyəndiyim bunlardır qızlar. Niyə? Çünki mən bir brülyoq xəstəsiyəm. Bunların da içərisindən brülyoqlar çıxır ancaq. Fərqli-fərqli. Baxırsan ürəyin açılır ancaq. Taç setlərimiz. Burada balacalarımız üçün belə bir zakolka setimiz. Belə bir mozaika setimiz. Bunlar az yaşlılar üçündür. Bunlar amma gənc xanımlar üçündür. Belə bir saç şampunu alətidir. Saç şampunu. Hə, baxın belə bir şeydir. Yəni məsələn şampunu tam məsələn zəncəfilli şampuna bunu məsləhət görərəm. Çünki zəncəfil axı saç uzadır. Bundan da istifadə edəndə 2 qat effekt verir. Tam saç dərisinə təmas eləyir. Sonra baxın burada səyahət üçün fenimiz var. Hansı ki vafilka effekti verir. Dalğa-dalğa möhtəşəm bir şeydir. Bundan özümüzün də var. Yəni minidə də yer tutmur. Belə bir lip glosslarımız. Belə bir brülyoklu pamada qablarımız.
cüzdanlarımızın yeni növləri gəlir. Bunlar isə böyük xanımlar üçündür, kəpənəkli. Bunlar. Daha sonra parfüm saxlayıcı stik parfümlərimiz. Daha sonra var burada deməli yerpəklərimiz. Bunları fərqi yoxdur. Laf gənc qızlar da istəsə səbətinə əlavə etdirə bilər. Qızlar yay aylarında düşünürəm ki, hamıya lazım olan bir məhsuldur bu. Mən özümə də götürmüşəm inanırsa. Çünki yəni nə qədər əldə balaca kondisioner olursa olsun, onun da zaryadkası bir yerə qədər olurdu. Amma bu yəni istiləndiz 2 dəqiqə limitsiz kondisionerdir. Bunlar üçün ölürəm. Bunlar yenidir. Yəni çox bəyənirəm. Bunlar trend bir məhsuldur bunlar. Yayda bir dənə qəşəng çəkilişlər eləyəcək Fərişlə. Bunlardan özümüzə də götürmüşük çünki bunlar balaca qızlarımız üçün olan çeşiddir. Sonra bu güzgülər üçün ölürəm. Bunlardan özümə də fırladacağam. Çox bəyənirəm bunları. Çox qəşəngdir. Hə, böyük kiçik yəni fərq eləmir. Kim istəsə ala bilər, çantalıqdır. Orada bayaqki göstərdiyim highlighter'ın ənlikləri də var. Burada belə yeni ənlik çeşidlərimiz gəlib. Bundan kimi istəsəz qəşəng çırpa bilərsiniz. Zarafat edirəm qızlar, uşaqlar üçündür bu da. Təbii ki. Amma sincidən varsa böyüklər üçün də qoyaraq qəşəng çırparsınız. Burada daha sürpriz bruloklarımızdır. Masamızın üstünə keçək. Masamızın üstünə keçək. Bunlar hədiyyələrimizdir. Marshmallow. Ay Allah, o qədər dadlıdır qızlar. Bunlar müştərilərimizə bunları hədiyyə qoyuram. Daha sonra burada belə bir setimiz var. Bunları mən düşünürəm ki, böyük kiçik hər kəs istifadə edə bilər. Niyə? Çünki kusaçkadır içərisində və mini daraqla düzdür, amma uşaqlara qoyuruq. Biz amma böyüklər öz istəyi ilə istəyəndə təbii ki, əlavə edirik. Burada belə bir maskaramız var. Burada Miss Taste'in, bunlar hamısı qaşığın məhsullardır ya qızlar. Ayrıca da satışlardır. Məsələn, ayrıca satışda Miss Taste'lər orijinaldır da bizdə. Yəni bildiyimiz ucuzlulardan deyil, yağlılığı çox qəşəngdir. Ayrıca satışı məsələn 6 manat da bunu ayrıca da əldə edə bilərsiniz istəsəniz, amma sürpriz qaşığın içərisində də çıxan məhsullar da olur. 764-765 nömrəsi 2 ən məşhur nömrələrdir. Sonra burada SPF-lərimiz var. Buranı çəkmədim. Burada belə, hə, tuju göstərdim. Burada belə çeşid kolyelərimiz var. Hansı ki, qaşığın içərisində çıxır. Burada belə çeşid qəşəng qolbaqlarımız var. Pandora qolbaqlardır bunlar. Daha sonra burada var belə lip balımlarımız. Burada var pomadalarımız. Burada var qaş sabitləyicilərimiz. Burada var konsilyerlərimiz. Hamısı qaşıqda çıxanlardır. Bunu çox bəyənirəm. Qızlar çeyləkli lip balım, burluklu. Bunu asın açaraq hamı desin ki, bu nədir belə. Mən ölürəm belə şeydən. Həmişə də istifadə edirəm. Hamı da soruşur, bu nədir belə çantadan asmısan? Deyirəm, deməzlər. Nəysə qızlar, belə inşallah ki, sabah artıq yola çıxıram. Gedirəm sizə İstanbuldan yeni məhsullar gətirməyə, yeni cicik, o özümü çəkmək. Hə qızlar, inşallah sabahdan gedirəm İstanbula. Oradan sizlər üçün yeni məhsullar gətirəcəyəm. 2 aktiv izləyicimi seçəcəm. 2 aktiv izləyicimi. Ona İstanbuldan hədiyyə də gətirəcəm. Yəni mən fərqli otara gedirəmsə gedim. Çalışacağam ki, izləyicilərimin hər birinə hədiyyə gətirim. Amma hamınıza gətirə bilmərəm sözsüz. Amma 2 izləyici seçəcəm. O da aktiv izləyicilərdən olacaq. Qoy o aktivliyinizdə boşa getməsin də. Məndən də sizə hədiyyə yadigar qalsın. İstanbuldan 2 nəfərə hədiyyə gətirəcəm. Ona görə çalışın ki, aktiv olun. 2 ən aktiv olan izləyicini seçəcəm. Təbii ki, keçən dəfə seçdiklərindən olmayacaq da çalışacağam ki, onu tut pərvin olaraq olmaqdır. Çalışacağım ki, seçmədiyim izləyicilərdən seçim. Belə, inşallah indi bugün alınsa sizə 2 dənə vlog çəkib hazırlayıb qoyacağım. Sabahdan da ki, heç də İstanbulda bol vloglar gələcək, maraqlı yerlərə gedəcəm qızlar. Çalışın ki, izləyin, izləmədə qalın. Artıq belə deyim ki, gün keçdikdə həqiqətən görürəm ki, yəni izləyicilərdən daha da doğmalaşırıq. Yaxşı ki varsınız, yaxşı ki gəlmişəm bura, sizləri tanımışam. İndi vlogu sonlandırıram. Hələlik.